Səhifənin çevrilməsi effektləri. Biz bu proqramda istənilən qədər səhifə yaradıb, bu səhifələrə müxtəlif, maraqlı, interaktiv tapşırıqlar yerləşdirə bilərik. Bu səhifələr arasında bir səhifədən digərinə keçən zaman həmin bu səhifələrə biz effektlər, keçid effektləri verə bilərik. Bunun üçün ilk öncə biz gəlin səhifə yaradaq və ondan sonra effekt yerləşdirək. Ancaq yaratdığımız səhifələr rəngləyək ki, biri digərindən fərqlənsin. Birinci səhifəmizi rənglədik, ikinci səhifəmiz də eyni ilə, üçüncü səhifəmiz, və hal-hazırda mən 5 səhifə açdım burada. Birinci səhifənin üzərindən sıxdım. Daxil oluram bax menüsünə, səhifənin çevrilməsi effektləri əmrini seçirəm. Mənə belə bir pəncərə açılır. Burada müxtəlif keçid formaları var, effekt formaları var. Mausu üzərinə yaxınlaşdırmaqla hansı mənim keçidlərimdə hansı effektlər olacaqsa onu izləyə bilərəm. Məsələn, səhifənin burulması, çevir, kubun döndərilməsi və yaxud da ki, səhifənin bükülməsi və s. müxtəlif keçid formaları var. Və burada təsadüfi də var. Məsələn, mən səhifənin burulması keçidini seçsəm, effektini seçsəm, birinci səhifədən sonuncu səhifəyə kimi ancaq bu effekt olacaq. Təsadüfi keçidini, effektini seçsəm isə, birinci səhifədən sonuncu səhifəyə kimi effekt formaları dəyişəcək, müxtəlif formalarda olacaq. Elə mən təsadüfünü seçdim, hazırdır eləyəndən sonra, indi səhifələr arasındakı keçidin eləyək. Bax, bura vasitəsilə, bu oxlar vasitəsilə növbəti səhifəyə keçdikcə biz səhifələr arasındakı keçidləri izləyə bilərik.